Əgər gözümüzdən yaş gəlirsə, bu bir əlamətdir. Əgər İmam Hüseyni əza saxlayıb qəlbimiz sınırsa, bu bir əlamətdir. Övladlarımızı əyləşdirin indi, görün dolurmu gözləri, görün qəlbi sınırmı? Bu əlamətdir ki, ümid var islah olsun. İnsanın qəlbini son tərk eləyən fəzilətlərdəndir İmam Hüseynin sevgisi. O da çıxdı vay halımıza. O da bizi tərk elədi vay halımıza. Kimdir Hüseyin? Elə ki İmam Hüseyin doğuldu, Peyğəmbər dedi, gətirin onu. Əsma deyir, qayıtdım, ya Rasulallah. Elə indi dünyaya gəldi, elə vəz gətirin onu. Deyir, bükdük, uşağı gətirdik. Uşağı gətirən kimi ilk cümləsi bu oldu Peyğəmbərin. Əzizun əleyyə. Əzizun əleyyə, ya Əba Abdillah. Hüseyin, çox ağırdı mənə o anlar. Peyğəmbərin sözü. Hüseyin, mənə çox ağırdı. Hüseynə ağırdı, Peyğəmbər sənə ağırdı. Həmən Hüseyn əleyhissalam Mədinədən ayrılanda gəldi, dayandı Peyğəmbərin qəbrinin kənarında. İndi baxın, görün İmam Hüseyin nə danışır Peyğəmbərlə. Sözləri deyil İmam Hüseynin mövzumuz. Gəldi, yandı, Əsselamu aleyk ya Rasulallah. Salam olsun sənə ya Rasulallah. Gör özü necə tanıtdırır. Baxın, Ənəl Hüseyin İbni Fatimə. Mən qızım Fatimənin balasıyam ha. İnnəhum xəzəluni və ləm yəxfəzuni. Bunlar mənim məqamımı qorumadılar. Bunlar mənim hürmətimi sındırırlar. Və hazə şəkvaya. Peyğəmbər sənə şikayətim var. Şəkvaya iləyik hətta əlqaq. Səndən görüşəndə şikayətlərim var sənə. Allahümmə innə hazə qəbr-ü nəbiyyik. Bu Peyğəmbərimin qəbridir. Allahla razı niyaz edin. Və qad ilahi mənə bir iş tutub ki, sən bilirsən, tərcümə edirəm üstə. Allahümmə inni uhibbul məruf. Allah, sən bilirsən, mən sənin göndərdiyin vacibləri sevirəm. Və unkirul münkər. Peyğəmbər qəbrin kənarında danışır. Sən neyi qadağı haram eləmirsən, ona nifrətin var. Əsəlukə ya zəl-cəlali vəl-ikram. Ey Allahım, səndən istəyim var. Bihaqqı hazəl qəbr və mən fihi. Sənə and verirəm Peyğəmbərə, bu qəbrin hörmətinə. Nədir Hüseyin istəyin? Allah, səndən istəyin budur ki, elə bir iş görüm ki, həm sən razı qalasan, həm Peyğəmbərin. Tamamladı ya. Həm sən razı qalasan, həm Peyğəmbər. Allahın rizayətini düşünürdü. Son anda bu sözüdür, amma son anda düşəndə torpağa nə dedi? Rizəmmi qəzaik. Sən məndən razısan, bilirəm Allah. Mən də səndən razıyam. Təslimən li əmrik. Mən təsliməm sənə, ya Rəbbəl aləm.